Çox bu məşhur İslam aləmində mötəbər olan ziyarətlər olan ölkələrdə insanlar, o yerdə yaşayan əhali özləri də necə deyirlər, o gəlmiş zəvvarlara, o qonaqlara təmənnasız olaraq xidmət etməyi, onlara necə deyirlər, yardım etməyi, məsələn, yemək verməyi, iftar verməyi, ehsan verməyi çox böyük, hətta bu yolda yarışa girirlər ki, o insanlara yardım etsinlər. Mən inanıram ki, bizdə də bu insanlar maariflənsə, bilsələr ki, sənin o qiyməti bahalandırıb oradan 50 manat artıq qazanmağındansa, sənin o, necə deyirlər, təvazökarlıq edib, insanlara yardım edərək qazandığın savab və onun əvəzində Allahın sənə verəcəyi ruzi və bərəkət ondan 1000 qat artıq üstündür. Amma əksində sən insanları alladaraq günaha batırsan, o qazandığın məvacib də, o artıq pul da, o sənin üçün artıq halal olmur, o haram olur. Çünki İslam şəriətinə görə bir məhsulu aldığın qiymətin maya dəyərindən 3-dən birindən artıq üstünə qoya bilməzsən. Tutaq ki, 3 manata aldığın şeyi 4 manata sata bilərsən. Onu 5 manata sata bilərsən. Amma 2 qat, 3 qat olmaz. Olmaz. İndi məsələn deyirlər ki, güya tələbat var. Tutaq ki, insanlar varlıdır, imkanlıdır, 50 manatlıq süfrəyə 100 manat da verə bilir. Axı bu düzgün deyil, bu heç bazar iqtisadiyyatından da düz gəlmir. Sən verə bildin, başqası verə bilmir axı. Nə qanunla uyğun deyil, Xeyr, qanunla da, gərək bu qanunla da tənzimlənsin. Mən indi bilmirəm, o aidiyyatı üzrə o sahələrə baxan mütəxəssislər, qurumlar falanlar var. Gərək onlar da bu şeylərə nəzarət eləsinlər ki, bax belə narazılıq yaranmasın.